Ruhun baharına doğru. Bahar nəfəsli, yaz təravətli Novruz bayramınız mübarək, əziz xalqımız. Novruz təbiətin oyanış bayramıdır. Qışın bitməyi, baharın gəlişi ilə yeni il təqvimi başlayır. Baharın ilk günü sevinclə, bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Qəlblərdə ümid qığılcımları yenidən alışır. Xalqımızın ən çox sevdiyi Novruz bayramının sədası ta qədimlərdən öz ənənələri ilə bugünə qədər qorunub saxlandı. Əslində bunun çox dərin səbəbləri var. Bu ənənələrin əhəmiyyəti ulu dövrümüzün mədəniyyət və mənəviyyatından qaynaqlanır. Məhz buna görə bütün atributlarına sadiq qalaraq hər il təntənəli şəkildə bu bayramı qeyd edirik. Bu bayramın fəsillərin şahı sayılan baharda olmasının səbəbi də bu dərinlikdədir. Bahar sözü bu günümüzə ulu dövrümüzdən gəlir. O dövrdən ki, dünyamız vahid kökdə, vahid dildə, vahid dində idi. O ulu dövrlərdə insanların məskən saldığı torpaq baharat adlanardı. Baharat sözünün mənası əbədi bahar, həmişə çiçəklənən, firavan, həmişə nurlanan deməkdir. Dövran həqiqətən adına layiq idi. Səfalı həyat yaşanılırdı. O dövrün dili təfəkkür dili adlanırdı. İnkişafın yüksək mərhələsində söz dilini təfəkkür dili əvəz edir. Ulularımız bir-birinin fikrini sözsüz anlayırdılar. Dünyanı canlandıran həyat işığı göydən hazır gəlir yer üzünə. Şuur da, dil də hazır verilib bəşəriyyətə. İnsan şuurunda hökm sürən birlik, vahidlik bəşər övladının gücünün nəyə qadir olduğundan xəbər verirdi. Bəşəriyyət bəyan nəsil ağacının başlanğıcı o zamandan başlayır. Yəni qızıl eradan. Nə qədər ki ağac hələ cavan idi, qolbudaq atmamışdı, bir vahidlik, birlik var idi. Ona görə də insanların həyatında əminamanlıq, dinclik, rifah var idi. Dil, din qrupları şuurumuza sonradan ağac budaqlanmağa başlayanda gəldi. Yəni millət, dövlət şaxələri sonradan yarandı. Əslində bəşəriyyət ağacı başlanğıcını tək ali toxumdan götürdü. Kök o toxumdan qidalanıb artdı və yer üzündə ştil göründü. Yəni qızıl era başladı. Hər şeydə bir vahidlik, birlik, güc var idi. Yalnız biz anlayışı mövcud idi. Ştil gövdəyə çevrildi. Gövdə qolbudaq oldu. Yer üzünün sakinləri artdıkca süni parçalanma başladı. Sənin, mənim anlayışı insanların şuurunda cücərdi. Təbiətin dəyişməz qanunu var. Böyüyüb şaxələnmiş ağacın ömrü tamama yetsə də, kökdən gələn kiçik cücərti bu prosesi bir də təkrarlayır. Bəşəriyyət ağacı da bu şəkildə təkrarlanır. Yəni o ölməzdir, əbədidir. Bütün canlı varlıq, yəni dünyamız, dövrü silsilənin trayektoriyasında ahəstəcə, daim dayanmadan hərəkətdədir. Və bu trayektoriya dairəvi olduğu üçün köhnənin tamamlanması, yeninin başlanması ilə davam edir. Necə deyərlər, tarix daim təkrarlanır. Demək biz də, yəni bu dünyanın sakinləri də bu dairənin içində, fələyin çarxında daim fırlanmaqla hərəkətdəyik. Bugün xalqımızın dilində fəsillərin şahının bahar adlanması və çox-çox qədimlərdə ümumən bəşər övladının yaşadığı məkanın adının baharat adlanması ondan xəbər verir ki, xalqın yaddaşında həmişə çiçəklənən dövr öz izini qoyub. Ona görə də xalqın qəlbində bahar bayramı gələcəyə bir ümid qığılcımı kimi baxmağa əsas verir. Demək cənnət dövr mütləq bir daha qayıdacaq. Ümid qığılcımı o xatirədən doğur. İçimizdəki çıraq bir daha güclü işıq verəcək. Bu bayramda şamların yandırılması xatirələrimizin rəmzidir. Hələ rənglənmiş yumurtalar, yumurtanın oval forması insan ruhunun haləsindən xəbər verir.
içimizdə işıqlı nöqtə formasında olan canlı varlığımızın işıqlı şüaları ətrafında oval forma yaradır. Ulularımızın o zaman həqiqi kimlikləri haqqında bilikləri daha çox idi. Sonra o bilik yoxa çıxdı. Amma şuuraltı izi əbədi qalır. İnsan, yəni unutqan adını qazandı. O zamanın uluları isə ilahilər adını qazanmışdılar. Bu adı fitrətlərinə layiq qazanmışdılar. Onlar fəzilətlərinin mücəssəməsi idilər. Yumurtaların rəngləri isə ruhdan ayrılan enerjilərinin rənglərini ifadə edir. Ruh bədəndə özünü nə qədər xoşbəxt hiss edirsə, qızılı sarı işığı bir o qədər güclü olur. Əlbəttə ki, bu insan bədənində də öz əksini tapır. Ruh nə qədər sevgi hissləri ilə doludursa, bir o qədər yaşıl şüaları bədənini və ətrafı şüalandırır. Ruh sakit və huzurludursa, ətrafında ruhdan ayrılan mavi işıqlar bərq vurur. Ruh nə qədər ruhsal biliyə malikdirsə, yəni özünü tanıyırsa, o zaman ruhdan ətrafa parlaq göy işıq dalğaları yayılır. Ruhun bənövşəyi rəngli enerjisi isə onun məmnunluğundan, həyatdan aldığı həzdən xəbər verir. Ruhun saf xüsusiyyəti narıncı rəngli enerji şüalandırır. Bir də ruhun qırmızı rəngi var. Yəni bütün hərəkət orqanları fəaldır. Heç bir patologiyası yoxdur. Bu da bizim bahar bayramında yumurtaların rənglənmə rəmzinin səbəbidir. Amma təəssüf ki, indiki zamanda ruh ona gözəllik verən 7 rəngli enerjisinin qıtlığını yaşayır. Əslində bədənin xəstəliklərinin səbəbi də bu qıtlıqdan irəli gəlir. İndi baxaq növbəti sevimli ənənəmizə, səməni yetişdirmək. Səməni isə baharat dövrünün ruzu bərəkətli bir dövran yaşadığını bizə xatırladır. Yəni yaradan öz övladlarını bu dünyaya ağır zəhmət çəkmək üçün göndərməmişdi. Bəhrəli, münbit torpağa səpilən toxum zəhmətsiz, əziyyətsiz, bol-bol nemət verərmiş. Suyunu, qidasını təbiət özü təmin edərmiş. Axı təbiət o dövrün sakinləri ilə harmoniyada idi. Sıx dostluq, sevgi üzərində qurulmuş bir münasibət var idi. Bahar bayramından öncə qeyd olunan çərşənbə bayramları, bahar bayramının atributları bunun təsdiqidir. Demək ki, bu torpaqlar da o dövrün, yəni cənnətin ən səfalı güşələrindən biri olub. Gecə ilə gündüzün bərabərləşməsi yeni ilin gəlişidir və bu gəliş bahar bayramı ilə qeyd olunur. Necə ki, soyuq qış ilıq bahar çağına yerini təhvil verir, zamanın ən böyük silsiləsindən baxanda istirablarla dolu qaranlığın, dəmir eranın sonu parlaq nurlu yeni səltənətin başlanğıcı ilə qızıl era ilə əvəz olunur. Bunlar insanların idrak deyilən alt yaddaşında möhürlənib qaldığı üçün bu bayramı qəlblərdə ümid qığılcımını yandırır. Bilirik ki, fiziki dünya və bədənimiz 5 ünsürdən od, torpaq, su, hava və efirdən ibarətdir. Nurlu dövrlərimizdə bu ünsürlər bəşəriyyətə xidmət edərdi. Ünsürlər saf, təmiz olduğu üçün xidmət etməyə gücü vardı. Lakin insan şuuru saflığını itirdikcə güclərini də itirməyə başladı və bu düşkünlük ünsürlərə də təsir etdi. Artıq onlar nəinki insanlara xidmət etməkdən boyun qaçırdı, hətta ziyan vurmağa başladı. Həmçinin bədənin də ünsürləri artıq bizə xidmət etməkdə acizdirlər. İnsanın alt yaddaşında bu elementlərin xidməti qarşısında minnətdarlıq duyğuları yaşanılır. Və bu da çərşənbələri ünsürlərə bayram kimi həsr etməkdə əksini tapıb. Əgər insan bu gündə bu elementlərlə harmonik münasibət yarada bilsə, onlarla dostluq edə bilsə, ünsürlər öz minnətdarlığını bildirib insanın qulluğunda durmağa hazırdır. Məsələn necə? Su keyfiyyətinə görə şəffafdır.
aydındır. Hər şeyi qəbul edəndir. Daim hərəkətdədir. Bütün maneələri aşıb keçəndir. Durğunluğu sevmir. Əsas rolu təmizləmədir. Əgər insanın da keyfiyyətində bunlar öz əksini tapsa, bu deməkdir ki, su elementi minnətdarlıqla hər zaman sənə xidmət etməyə hazırdır və hər zaman hər hansı bir təhlükədə sənin xilaskarın olacaq. Bədənin xeyli hissəsi sudan ibarətdir və o həmişə bədəni xəstəliklərdən qorumağa hazırdır. Torpaq hər şeyi udmağa bacaran, qarşılığını gözləmədən bəxş edəndir. Ədalətlidir, yaradıb artırandır və səbirlidir. Bu o deməkdir ki, insanın da keyfiyyətində bu xüsusiyyətlər yetərincə olsa, torpaq hər zaman insanın huzurunda hazırdır. Şərait və insan acılıq deyil dəhşəti heç zaman yaşamayacaq. Bədənin bir hissəsi torpaq tərkiblidir və bu tərkib sənə xidmət etməyə hazırdır. Hava daim hərəkətdədir. Həyat üçün şərait yaradandır. Görünmür, lakin hər yerdədir. Yüngüldür və yorulmazdır. Əlbəttə ki, insan da bu keyfiyyətləri özündə əks etdirə bilsə, hava onun yalnız dərdinə dərman olardı. Od enerji mənbəyidir. Təmizlənmək və təkmilləşdirmək gücü var. İstilik bəxş edəndir, canlandırandır və qaranlığı yox edəndir. Təsəvvür edin, bu xüsusiyyətlər insanda olsa nələrə qadir olar. Yetər ki, insan bu elementlərə minnətdar olmağı, sevməyi, qoruyub qayğısına qalmağı bacarsın. O insanın qoruyucusuna, xilaskarına çevriləcək. Həmişə məmnunluqla onun qulluğunda hazır olacaq. İnsanların çərşənbələri qeyd etməsinin dərin mənası bu ünsürlərə huzur, sevgi, paklıq enerjisi göndərmək və qarşılıqlı olaraq o ünsürlər tərəfindən ruhun təmizlənməsi, saflaşması deməkdir. Ruh çərşənbədən çərşənbəyə təmizləndikcə yeni ilə tərtəmiz qədəm qoyur. Bütün bu izahların dərin mənası budur. Hal-hazırki köhnə qoca dünyanın yeni nurlu dünyaya keçidi ərəfəsində yalnız saflaşmış ruhların bu astanadan keçməyə haqqı var. Yeni cənnət səltənəti, yəni baharatı qazanmaq hər kəsin vərəsəlik haqqıdır.